Bugün əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı və müvafiq sahədə fəaliyyət göstərən təsisatların nümayəndələrinin iştirakı ilə itkin düşmüş şəxslər üzrə Bakı dialoqu çərçivəsində itkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi mövzusunda növbəti beynəlxalq konfrans keçirilib. Tədbirdə itkin düşmüş şəxslər və insan hüquqları üzrə beynəlxalq təsisatların nümayəndələri və ekspertləri, xarici ölkələrin müvafiq sahədə fəaliyyət göstərən qurumlarının əməkdaşları, itkin şəxslərin ailə üzvləri iştirak ediblər. Əvvəlcə, Prezident İlham Əliyevin konfrans iştirakçılarına müraciəti oxunub. Müraciəti Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev oxuyub. Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə başlamış və 30 ildən artıq davam etmiş müharibənin doğurduğu humanitar faciələrdən biri də içərisində uşaqlar, qadınlar və ahılların olduğu 4000-ədək Azərbaycanın itkin düşməsidir. Dövlət Komissiyasının sədri Əli Nağıyev çıxışında bildirib ki, artıq 3-cü ildir ki, təşkil olunan beynəlxalq konfrans ailələrin öz itkin düşmüş yaxınları barədə məlumatları alma hüququnun beynəlxalq səviyyədə dəstəklənməsinə xidmət edir. Xidmət rəisi hazırda Dövlət Komissiyasında 3990 nəfərin itkin düşmüş şəxs kimi qeydiyyata alındığını, bugünədək işğaldan azad edilmiş ərazilərdə aparılan qazıntılar zamanı aşkarlanmış 29 kütləvi məzarlıqdan 218 şəxsə aid olduğu ehtimal edilən meyit qalıqlarının müəyyən olunaraq ekskumasiya edildiyini bildirib. Mövcud məlumata əsasən Dövlət Komissiyasında 3990 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınmışdır. Onlardan 3984 nəfər 20-ci əsrin 90-cı illərində, yəni 1-ci Qarabağ müharibəsində, 6 nəfər isə 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində itkin düşmüşlər. 3990 nəfərdən 3211 nəfəri hərbiçi, 779 nəfəri mülki şəxslərdir. Mülki şəxslərdən 71 nəfərə yetkinlik yaşına çatmamış uşaq, 284 nəfəri qadın, 316 nəfəri qocalardır. Əli Nağıyev bildirib ki, işğaldan azad edilmiş ərazilərdə tapılan meyit qalıqlarının məhkəmə genetik ekspertizası nəticəsində 1-ci Qarabağ müharibəsində itkin düşmüş 187 nəfərin şəxsiyyəti müəyyənləşdirilib. Nəticələr ictimaiyyətə açıqlanıb və qalıqlar ailələrinə təhvil verilərək milli dini ənənələrə uyğun dəfn olunub. 3800-dən çox itkin şəxslə bağlı 11 mindən artıq donordan bioloji nümunələr toplanılıb, sistemləşdirilmişdir. 2025-ci ilin 1 oktyabr tarixinə olan məlumata əsasən 800-ə yaxın itkin düşmüş şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq işğaldan azad edilmiş ərazilərdən götürülmüşdür. 2025-ci ildə Dövlət Komissiyası aidiyyatı dövlət qurumlarının mütəxəssis heyəti ilə birlikdə 3 dəfə ən çətin relyefə və kəskin hava şəraitinə malik Kəlbəcər rayonundakı Murovdağ silsiləsində axtarış və qazıntı işlərini həyata keçirmişdir. Həmçinin diqqətinizə çatdırım ki, hazırda mütəxəssislərdən ibarət heyət Ağdərə rayonunda axtarış qazıntı işlərini davam etdirir. Mənə verilmiş məlumata əsasən, keçmiş döyüş mövqeyi olmuş yüksəklikdə növbəti kütləvi məzarlıqlar aşkarlanmışdır. İlkin məlumata əsasən, kütləvi məzarlıqdan ondan çox Azərbaycan hərbisinə aid meyit qalıqları müəyyən edilmişdir. Beynəlxalq Komissiyanın baş direktoru Ketrin Bomberger isə qeyd edib ki, Vaşinqton bəyannaməsi itkin düşənlərin talelərinin müəyyənləşdirilməsi baxımından böyük əhəmiyyət daşıyır. İtkin düşmüş şəxslərin ailələri ilə əməkdaşlıq etmək, onların talələrini müəyyənləşdirmək üçün əsas şərtdir. İkinci vacib məqam qurumlararası əməkdaşlıqdır. Bu həm yerli, həm də beynəlxalq səviyyədə həyata keçirilməlidir. Həmçinin texniki qurumlarla əməkdaşlıq vacibdir, çünki texnologiya bizə çox kömək olur. Bununla yanaşı genetik araşdırmalar vacibdir. DNT olmasa biz meyit qalıqlarını aşkar edə bilməzdik. Çünki bir insanın qalıqları bəzən 5 müxtəlif yerdə basdırıla bilir. 1-ci Qarabağ müharibəsi zamanı itkin düşmüş və bu günə kimi barələrində heç bir məlumat olmayan şəxslərin ailələri isə torpaqların işğaldan azad edilməsindən sonra yaxınlarının talələrinə daha tez aydınlıq gətiriləcəyinə ümid etdiklərini deyirlər. İtkin düşən mənim bu yoldaşım Əliyev Əbülfət Fərruxoğlu, bu da qaynım Əliyev Əliyar Fərruxoğlu. Şuşa döyüşlərində itkin düşüblər. Kanazdan götürülüb, 30 ildir, 31 ildir yol gözləyir, onlardan bir xəbər çıxmır. Mənim həyat yoldaşım Məmmədov Oqtay Şüküroğlu.
1992-ci ildə Xocalı faciəsi zamanı itkin düşübdür. Bunlar mənim qaynım ailəlikcə məhv olubdur. 3 evladından bir nəfər qalmayıb. Tədbir mövzu ətrafında panel sessiyalarla davam etdirilib. Rəşad Vəkiloğlu, İlkin Həsənov, Space xəbər.